daxilimdə nədirsə, çöl dünyamda da odur hər zaman. Yəni, daxili dünyamda mən bir qadın olaraq nə yaşayıramsa, çöl dünyamda da olacaq həmişə. Məsələn, bəzi qadınlar var. Hansı qadınlara ki, 8 martda həmin qadınla bərabər başqa qadınlara da yanındakı kişi hədiyyə alır. Yəni, sevgililərinə. Yəni, həmin qadın 2-ci, 3-cü, 4-cü olmağı seçir. Məsələn, bu qadının daxili aləmində nə var? Mənə deyə bilərsiniz, uzun müddət məni izləyirsinizsə. Bu qadın daxilində anası ilə ciddi bir çaxnaşma var. Anası ilə rəqabət var. Ona görə də çöl dünyada rəqabətə girəcəyi qadınlar yaradır və bu onun xoşuna gəlir. Digər tərəfdən, məsələn, kişilərlə vertikal münasibətə girən qadınları düşünək. Məsələn, özü topdadır, həmişə güclü hiss edir özünü, kişilər isə aşağıda idarə olunan tərəfdə onun üçün. Bu qadının daxilində nə var? Niyə belə bir şey yaradır? Bu qadın daxilində isə atasını zəif hiss edir və düşünür ki, atası nədəsə daha yaxşı ola bilərdi, onu düzəltmək lazımdır. Okay? Və belə-belə hər birimizin daxilində nə varsa çöl dünyada da onu yaradırıq, gedə.